Mən Təbriz Əmmayev, bakalavr təhsilimi Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft Sənaye Universitetində mühəndislik iqtisadiyyatı və idarəetmə ixtisası üzrə almışam. Daha sonra magistr təhsilimi SOCAR-ın xarici təqaüd proqramı vasitəsilə Böyük Britaniyanın Bristol Universitetində maliyyə, mühasibatlıq və menecment ixtisası üzrə əldə etmişəm. Hazırda SOCAR-ın xarici təqaüd proqramı vasitəsilə İspaniyada AI Biznes məktəbində Global Executive MBA ixtisası üzrə təhsil almaqdayam. Dördüncü yüksəliş müsabiqəsinin qalibiyəm. Hazırda SOCAR-ın baş ofisində Strateji İdarəetmə və İnnovasiyalar Departamentinin rəis müaviniyəm. Mənim uğur formulum daim təkmilləşmə və qazanacağım nəticələrin nəinki özümə, üzvü olduğum icmaya və bütünlükdə cəmiyyətə töhfə verməsidir. Gənclərə tövsiyəm daim özlərini təkmilləşdirməli, mümkün çətinlikləri, qeyri-müəyyən görsənən hədəfləri imkanlara çevirməli və hər gün özlərinin ən yaxşı versiyasını hazırlamalıdır. Salamlayıram sizlər dostlar. Mən Təbriz Əmmayev, 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Bugün sizlərlə birlikdə şəxsi və korporativ dəyərlər haqqında danışacağıq. Daha öncə isə bir etiraf edim ki, hər zaman tələbələr qarşısına çıxış etmək fərqli bir həyəcanlı olur. Xüsusən mənə, çünki məni də tələbəlik illərindən çox vaxt ayırmır. 2008-2012-ci illərdə mən də tələbə olmuşam və daim çalışmışam ki, bu kimi tədbirlərdən istifadə edim. Bir tədbirdən bir mesaj almaq mənim üçün böyük bir fayda sayılıb. Ümid edirəm ki, mən də bu təqdimatdan sizlərdə hər hansı bir yadda qalacaq bir hekayə yarada bilərəm. Sualım bundan ibarətdir. Bəlkə də bu bir neçə dəfə sizə sual verilib. Sadəcə olaraq mən başa düşmək istəyirəm ki, siz uğurun formulunu nədə görürsünüz? Yəni, uğurun əsasını nə təşkil edir? Effektiv insanların 7 xüsusiyyəti adlı kitabı var idi. Orada demişdi ki, bir şeyi bilib etməmək bilməmək, bir şeyi bacarıb etməməkdə bacarmamaq deməkdir. Əgər biz bir şeyi edə biləcəyi qədər cəsarətli deyiliksə, o zaman uğuru da əldə edə bilmərik. Ona görə fikirləşirəm ki, əsas sadəcə biraz cəsarətin olmasıdır. Sizi tanıyaq, zəhmət olmaz. Qüdrət Abbaslı, SOCAR könüllüsüyəm, o cümlədən də Bakı Neft Məktəbində tələbəyəm. Alqışlayaq Qüdrət bəyə, gözəl müsabiqədir. Çox sağ olun. Məncə uğurun əsas adımı cəhddir. İnsan cəhd eləməkdən yorulmamalıdır və bu məndə alınmadı. Mən bu işi davam elətdirə bilmərəm. Ruh düşkünlüyü olmamalıdır. Ən əsası insan özünü motivasiya eləməyi bacarmalıdır. Biz özümüzü motivasiya eləmədikdə uğursuzluqda, işimizdə uğursuzluqlar olur və müəyyən bir pilləyə qalxa bilmərik heç bir zaman. Çox sağ olun. Bütün verilən cavablar düzgündür və hər kəsin özünün bir uğur formulu ola bilər. Müxtəlif sorğular aparılır, müxtəlif əsaslar var. Uğurun 4 əsas elementi var. Mən bugün amma 5-ci bir element daxil edərək sizlə onun üzərində danışmağa çalışacağam. Birinci bilikdə olmaqdır. Yəni, hər hansı bir uğur qazanmaq üçün bizim o sahəyə dair müəyyən biliklərimiz olmalıdır. Elon Musk SpaceX-i qurmamışdan qabaq o raket mühəndisliyi oxumamışdı və o sahədə biliklərini artıraraq bu sahəyə başladı. İkinci bir neçəniz qeyd etdiniz, bacarıq. Bacarıq lazımdır ki, biz bizdə olan bilikdən istifadə edək. Bacarıq lazımdır ki, biz ilk öncə başa düşək ki, bizdə hansı biliklərimiz var, hansı biliklərimizi nə qədər artırmalıyıq. Lakin bu ikisinə əlavə olaraq bizdə zəhmət çəkməliyik. Thomas Edison müxtəlif cəhdlər etmişdi, sizlər də bayaq qeyd etdiniz. Elektrik lampanı kəşf edən Thomas Edison demişdi ki, mən uğursuzluqla qarşılaşmadım, mən 10.000 dəfə işləməyən metodu müəyyən etdim. Yəni, zəhmət qoymaq lazımdır ortaya. Çünki zəhmət olmazsa bilik və bacarıq effektiv olmayacaqdır. Bir də şans faktoru vardır dostlar ki, əslində şans bacarıqlı adamların qarşısına çıxır və yaxud da ki, şansa hazır olmaq lazımdır. Biz daim şansa hazır olmalıyıq. Bunun üçün biz bilik, bacarığımızı inkişaf etdirməliyik və zəhmət çəkməliyik.
Bugün isə mən sizinlə 5-ci bir istiqamət olan dəyərlərdən bəhs etmək istəyirəm. Hansı ki, dəyərlər ki, bizi davranışımızı, bizim qərar vermə prinsiplərimizi müəyyən edir. Dəyərlər bizim davranışımızı, mövcudluğumuzu müəyyən edən prinsiplərdir. Və biz bir fərd olaraq və yaxud da bir şirkət olaraq bizim bir dəyərlərimiz olmalıdır. Çünki gündəlik davranışımızı müəyyən edən bir prinsiplər olmalıdır ki, bugün mən sizinlə daha çox dəyərlərdən danışacağam və yüksəliş qalibi olaraq deyə bilərəm ki, mənim də özümdə formalaşdırdığım bir dəyərlər bu müsabiqədə mənə kömək etdi. Biz indi şəxsi dəyərlərdən danışmağa başlayacağıq. Daha sonra isə şirkətlərdə bu necə işləyir, ondan danışacağıq. Xüsusən qeyd edim ki, dəyərlərin müəyyən edilməsi və bunun izlənməsi çox önəmli bir faktordur və əsasən biz dəyərlərimizi universitet illərində kəşf edirik. Bu xüsusdan inanıram ki, bu görüş sizin üçün maraqlı olacaq. Şəxsi və korporativ dəyərlərdən danışacaq dediyim kimi. Emosional intellektdən danışaq qısaca. Özümüz barədə məlumatlılıq. Biz nə qədər özümüzü bilirik. İngilis dilində self-awareness deyilir. Bu emosional intellektin əsas elementlərindən biridir ki, biz kənardakıların bizim barədə nə düşündüyü barədə nə qədər məlumatlıyıq. Belə bir sual var, dostlarınız və yaxud da ki, ailə üzvləriniz, hansılar ki, sizi daha yaxından tanıyırlar. Sizi bir ifadə ilə ifadə etsəklər, təbii ki, adınızı çəkmədən. Bu hansı ifadə olar və nəyə görə? Sizlə başlayaq zəhmət olmasa. Bakı Dövlət Universitetindən debat klubundan Nərgiz Orucova. Düşünürəm ki, risk sözündən olar. Bu niyə? Çünki həyat riskləri sevir və mən də hər zaman risk atmağı sevirəm. Çox gözəl, çox gözəl. Mən Müşfiq Mehdizadə YNEK-də təhsil alıram. Düşünürəm ki, bu adaptiv olardı. Çünki qarşılaşdığım situasiyalarla mən subyektiv olaraq belə düşünürəm ki, qısa zamanda uyğunlaşa və doğru həll yolunu tapmağa çalışıram. Çox zaman uğurlu ola bilirəm. Çox gözəl, çox gözəl. Növbəti zəhmət olmasa mikrofonu ötürüb sizə zəhmət olmasa. Mənim fikrimcə ailəm məni tutduğunu qoparan deyərdi. Səbəbini izah edeyim. İndiyə kimi düşünürəm ki, əldə etdiyim heç bir şansı qaçırmamışam və bütün bacardığım, qarşıma çıxan şansları və s. hamısında mümkün qədər istifadə etmişəm. İnadkarlıq Bəli. hardasa, bəli, qətiyyət və inadkarlıq. Bəli dostlar, əslində bizim müəyyən dəyərlərimiz var və siz bu dəyərlərinizi hardasa başa düşmüsünüz ki, bunlar bir dəyərlərdir, siz özünüzdə formalaşdırmısınız. Və uğurlu insanların hər birinin bir dəyəri var. Bu misallar gətirə bilərik uğurlu biznesmenlərdən, uğurlu futbolçulardan və yaxud da ki, digər insanlardan. Misal üçün Kobe Bryant basketbolçu, Mamba mentaliteti deyilən bir yanaşması var onun. Deyir, hər gün, hər an özünüzün ən yaxşı versiyanızı yaradın. Hər gün daimi inkişaf və s. Və mən bu suala yenidən qayıdıram. Bu dəyərləriniz var sizin hansısa, indi yenidən fikirləşək. Bu dəyərlər sizə necə kömək edir? Mənim dəyərlərimdən biri həmişə fərqlilik olubdu. Yəni insanlardan digər necə deyim, sosial standartlardan fərqlənmişəm və buna görə də cəmiyyətdə insanlar üçün qoyulan bəzi limitlərdə, xüsusilə də qadınlar üçün qoyulan bəzi limitlərdən həmişə kənar olmuşam. Yəni necə o limitləri aşmaq mənim üçün çox böyük bir şey olub və mən bundan həmişə fəxr eləmişəm. Buna görə də fərqlənmişəm. Bəli, xüsusən müxtəlif uğurlu insanlar analizindən dəyərlər müəyyən olunur ki, hansı dəyərlər ən çox uğurlu insanlarda müşahidə olunur. Birincisi dürüstlükdür. Abraham Lincolnu dürüst AB çağırırdılar. Yəni gənclik illərində o səhvən müştəriyə daha az vəsait qaytarmışdı və o həmin müştərinin dalınca kilometrlərlə yol gedərək onu qaytarmışdı və bu bir hekayə kimi formalaşıb. Daha sonra mən məsuliyyət deyə bilərəm ki, bu bir fərd olaraq biz öhdəliklərimizi başa düşməyimiz, məsuliyyətli yanaşmağımız, bu istər təhsillə bağlı ola bilər, istər dostlara qarşı ola bilər, istər ailəyə qarşı ola bilər ki, məsuliyyəti başa düşmək. Nəyə görə deyilir? Hər hansı bir dostumuz o məsuliyyətlidir. Artıq onu bir dəyər kimi formalaşdırıb və onu gündəlik davranışına inteqrasiya edib və biz tam arxayınçılıqla ona etibar edə bilirik ki, o məsuliyyətlidir. Digər biri isə hörmət. Hörmət qarşıdakı şəxslərə tanıdıq-tanımadıq hər zaman hörmətini bəsləmək. Nelson Mandela həbsxanadan çıxdıqdan sonra öz düşmənlərinə qarşı müharibə aparmadı və əksinə o Cənubi Afrikada irqçiliyin aradan qaldırılması üçün irqçiliyə qarşı mübarizəni davam etdirdi, amma onu həbsə salanlara qarşı mübarizəni aparmadı və ümumi qlobal baxdı bu məsələyə. Ədalətlilik, bu nə deməkdir? Yəni favoritizmə qarşı olmaq və hər kəsə eyni hüquqlu kimi baxmaq.
bu müxtəlif kateqoriyalı insanları bölməməkdir. Bu kimi prinsiplər insanlara kömək edir ki, onlar öz davranışını formalaşdırsınlar. Empatiya dediyim, bayaq qeyd etdiyim müxtəlif rollarda özümüzü qoymaq, Şahzadə Diana saray protokollarına əks olaraq müəyyən xəstəliklərə sahib şəxslərlə görüşən zaman onlarla yaxın təmasda olurdu ki, protokollar buna icazə vermirdi. O, bu empatiya hissini ona icazə verirdi ki, bunu etsin və buna görə də o çox müsbət bir imic formalaşdırmışdı özünə qarşı. Sonuncu isə inkişafa açıq olmaq. Bununla da bağlı bir uğurlu bir biznesmendən bir misal gətirim. Bill Gates. Bill Gates böyük bir şirkət sahibi olsa da daim özünü inkişaf etdirib, daim oxuyan bir insan olub və özünü daim inkişaf etdirməyi bir dəyər kimi özünə formalaşdırıb. Bu bizim şəxsi dəyərlərimizdir, dostlar. Yenidən sizə qayıtsaq, bu dəyərlər üzərindən baxsaq və verdiyim misallar üzərindən baxsaq, belə bir halına rastlaşmısınız ki, seçim arasında qalsaydınız, misal üçün, dürüstlüyü seçərdiniz, yoxsa ədaləti seçərdiniz, yoxsa fərqli bir şəxsi marağınızı seçərdiniz, misal üçün. Artıq burada dəyərlər rol oynayır, dostlar. Yəni, o insanın özünə hansı dəyər formalaşdırıbsa, seçim qarşısında artıq seçməlidir ki, bəli, mən istəsəm belə bu addımı ata bilmərəm, çünki mənim özümdə formalaşdırdığım bu bir dəyərim var. Siz zəhmət olmasa... Mən buradan seçsəydim, əgər bunların arasından sadəcə birini seçmək haqqım olsaydı, dürüstlüyü seçərdim. Çünki məncə dürüstlük özünə bir yerdə insanlarda güvən yaradır, hörmət, ədalətlilik, bunları da özündən gətirdiyini düşünürəm. Ona görə onu seçərdim. Və bir də bəzən empatiya qururuq və hörmət qoyuruq, amma qarşılığını fərqli cürə alırıq deyə. Ona görə onları seçmək mənə cəlb edici gəlmir. Çox sağ olun, təşəkkür edirəm. Gözəl. Siz zəhmət olmasa... Burada birini seçməklə digərlərinin balansı pozulur. Və birini seçirsiniz və o biri olmadıqda da burada balanslar zaten pozulur. Məsələn, dürüst olluq, ədalətli olmaya bilərik. Burada heç bir şey uyğun gəlmir. Və siz şəxsi dəyərlərdən söhbət elədikdə, insanın şəxsi dəyərlərinə fikir vermək lazımdır, insanın keyfiyyətlərə fikir vermək lazımdır. Biz onun geyiminə və görünüşünə və varına, dövlətinə dəyər verməməliyik. İlk öncə biz insan özümüzə dəyər verməliyik ki, qarşımızdakına dəyər verə bilək. Tam düzgün buyurursunuz, amma buradakı mövzumuz daha çox yəni hansı dəyərləri özümüzə aşılayırıq. Yəni özümüzün gündəliyinə, davranışımıza, düşüncə tərzimizə aşılayırıq. Təbii ki, biz dedik, müxtəlif kateqoriyaları qoyuruq qırağa. Biz özümüzdə nə isə formalaşdırırıq. Heç bir yoldaşın dəyərlərini müqayisə və müzakirə etmirik. Sual ondan ibarətdir ki, bir seçim qarşısındasınız, hansı dəyərinizə heç bir halda xəyanət etmərsiniz, hansı dəyərinizi heç bir halda, bəli, xanım buyurdu dürüstlük. Hər bir halda bu mənim və yaxud da dostumun əksinə olsa belə mən dürüstlüyü özüm üçün bayraq bilirəm və heç vaxt etmərəm. Misal üçün deyirəm. Mən isə ədalətliyi seçərdim, çünki ədalətli olduğu halda insan dürüst olur. Haqlısınız. Dəyərlər bir-birindən zəncirvari bağlıdır, tam razıyam. Bir qədər artıq sizlər korporativ mühitə keçid əsnasındasınız. Bəziləriniz çalışırsınız, bəziləriniz könüllü təşkilatlarında artıq bunun müəyyən təcrübəni əldə edirsiniz. Bir qədər gəlin korporativ perspektivdən baxaq məsələyə ki, korporativ şirkətlər hansı dəyərləri müəyyən edir? Bugün hər bir şirkətin bir korporativ dəyərləri var. Bildiyimiz, geydiyimiz paltardan, işlətdiyimiz telefondan bunların bir dəyəri var. Biz bunlardan danışacağıq. İndi təsəvvür edin, daha bir professional bir şəxssiz, inşallah ki, gələcək illərdə bu olacaq. Öz şirkətinizdə hansı dəyərləri görmək istərdiniz, xanım, siz zəhmət olmasa? Mən əgər bir şirkət sahibi olsaydım, ən birinci dürüstlüyə önəm verərdim. Çünki dürüstlük olduğu halda şirkətdə işçilər arasında güvən yaranır. Mənim fikrim belədir. Amma bilin, hansı dəyər seçiriksə, bu şirkətə bir maliyyə dəyərinə gətirib çıxarır. İndi onun haqqında danışacağıq ki, dəyər seçmək sadəcə olaraq söz xatirinə olmur. Onun gətirdiyi böyük bir maliyyə dəyəri var. İndi mən sizə bir-iki misal gətirəsəm, bir neçə həmkarımızdan fikir alaq. Zəhmət. Nov Sokar könüllüsü. Şirkət dəyərində əsas iki prinsip var. Şirkətin missionu və viziyası. Hətta şirkətə işçiləri qəbul edən zaman dəyərləndirmə prinsipində şirkətin viziyasından üst-üstə düşməsinə baxılır. Bu səbəbdən şirkət dəyərləri mütləq şəkildə şirkətin planları üstə düşməlidir. Çox sağ olun. Alqışlayaq. Bir haşiyəyə çıxım ki, strategiya piramidasında sizin qeyd etdiyiniz kimi missiya, məram və yaxud da vizyondan sonra üçüncü həlqə dəyərlərdir. Bunlar müəyyən olunduqdan sonra şirkət özünə bir hədəf qoya bilər. Çünki innovativ dəyəri olmayan, innovasiya yönümlü dəyəri olmayan bir şirkətin inqilabi bir dəyişiklik kimi strateji hədəfi olmayacaq. Çünki onlar uyğun düşmür. Ona görə hər zaman, tutaq ki, mən
çevik biri deyiləm, passiv biriyəmsə, mən nə qədər özümə dəyişikliyə uyğun, yeni trendlərə uyğun, süni intellektə uyğun bir hədəf qoya bilərəm. Ona görə bizim gələcək vizyonumuzu da müəyyən edəndə dəyərlərimizi bilmək ilk öncədən yaxşıdır. Sizdən zəhmət olmasa. Məncə burada dürüstlükdən də əvvəl ədalətli olmaq lazımdır. İşçilər arasında, şirkətdə məsələn hansısa bir qanundan kənar bir iş gedəndə ədalətliyə daha çox önəm verilməlidir ki, işlər burada düzgün getsin. Çox sağ olun dostlar, düzgün buyurdunuz. Sonra davam etsək, bir əsas məsələ nədir? Bayaq da qeyd etdiyimiz kimi, dostlar, biz şirkətlər bizim öz dəyərlərimizlə çalışdığımız müəssisənin dəyərinin üst-üstə düşməyi. Bu çox lazımlı bir faktordur. Misal üçün, ekoloji fəal bir şəxs, ekoloji dəyərləri olan, ətraf mühitin qayğısına qalan bir dəyər olan bir şəxs, ətraf mühiti çirkləyən bir müəssisədən tam o xoşbəxtliyi, o sinerjini ala bilmir. Misal üçün, bir araşdırma var ki, dəyərləri üst-üstə düşərsə əməkdaşlarla şirkətin, orada əməkdaşlar 3 qat işə daha bağlı olur və 50% daha az işçi dövriyyəsi olur, yəni işçilərin çıxması 50% daha zəif olur. Eyni zamanda dəyərlər üzərində qurulmuş şirkətlər və dəyərlərinə sadiq şirkətlərin səhm qiymətləri hər zaman 20% premiumda olur, 20% daha güclü olur, yəni onların standart fəaliyyətinə nisbətən. Bu kimi digər statistikalar vardır ki, biz, yəni istehlakçılar olaraq bizlərin sorğuları olub ki, 70-80% bizlər dəyəri olan şirkətlərdən almaq istəyirik. Müəyyən içkilər var ki, bilirsiniz ki, biz o içkilərlə birbaşa yəni dəyərə bağlılıq var. Umbrella branding deyilir, çətir brendi deyilir ki, biz bir məhsulu alırıqsa, misal üçün telefon. O telefon markası uğurludursa, biz onun qulaqçığını da alacağıq, saatını da alacağıq və s. Yəni bu o deməkdir ki, şirkətlər artıq öz dəyərini və öz loyallığını göstərirlər və dolayı yolla bizim onlarla bağlılığımızı artırırlar. Bundan əlavə olaraq, əgər bizim dəyərlərimiz üstə düşürsə, bizim işdə məmnunluğumuz da artır. Çünki gündəlik kontekstdə, gündəlik davranışda, istər rəhbərlikdə, istər iclaslarda, istər həmkarlarımızdan biz öz dəyərlərimizə uyğun davranışı müəyyən edirik. Və ona görə də əksər insanlar bu kimi şirkətlərdə uzun müddət qalırlar ki, öz dəyərlərinə uyğun. Və belə bir sorğu olmuşdur ki, 56% insan demişdir ki, dəyərlər üst-üstə gəlməsə ilk 6 ayda mən iş yerimi tərk edirəm. Uyğun gəlməyəndə təbii ki, motivasiyamız azalır, münaqişələr olur daxildə və s. bu kimi hallar müşahidə olunur və ən əsası işçinin loyallığı az olur şirkətə qarşı. Bunu aradan qaldırmaq üçün isə şirkətlər nə etməlidir ilk növbədə? İlk növbədə şirkətlər aydın şəkildə öz dəyərlərini bəyan etməlidir. Hər hansı bir şirkətin dəyərlərinin nə olduğunu biz əvvəldən bilməliyik. Amma bu yenə sözdə olmamalıdır dostlar. Şirkət bu dəyərlərini realda tətbiq eləməlidir. İnnovasiyadan danışıb ənənəvi proseslərlə davam etməməlidir ki, biz daha çox inanaq buna. Bu ikisindən sonra isə işə qəbul prosesində bu kriteriya kimi qoyulmuşdur ki, bayaq həmkarımız da qeyd etdi ki, işə qəbul prosesində o dəyərlərə aslanan müəyyən yumşaq bacarıqların tələb kimi qoyulması. Bu o demək ki, daha adekvat bir şəxsi işə götürəcəyik. Müxtəlif şirkətlərin dəyərləri müxtəlifdir, insanlar da müxtəlifdir. Önəmli olan düzgün insanın düzgün şirkətdə çalışmasıdır ki, o sinerji əldə olunsun. Dəyərlərimizi müəyyən etdikdən sonra isə biz bunu gündəlik həyatda tətbiq etməliyik. Sözdə olmamalıdır. Əsas məsələ odur ki, yəni bu bizim gündəlik həyatımızda olmalıdır. Yəni mən dürüstəm deyib yalan danışacağamsa bu dəyər deyil artıq. Bu sadəcə olaraq reklamdır. Və yaxud da mən çalışqanam deyib gün ərzində 1 saatdan artıq öz üzərində çalışmıramsa bu sadəcə olaraq bir sözdür. Zəhmət olmasa. Mən sizə sual vermək istəyirdim. Bəli, buyurun. Ki siz bu günə bura gəlməyinizdə sizcə sizin hansı şəxsi dəyərləriniz sizə xeyir verdi və bəziləri də maneə yaratdı? Mən empatiya deyərdim və mən empatiya deyərdim. Mən özümdə formalaşdırdığım kimi, dediyim kimi, mən özümü burada olanda özümü də tələbə kimi hiss eləyirəm və sizlərin buradakı həyəcanınızı və yaxud da bəlkə də həyəcanlıysa, amma bir motivasiyanızı başa düşürəm. Çünki eyni yoldan, yəni mən də oradan oturub bu kimi seminarlarda çox iştirak etmişəm. Bir empatiyanı deyərdim, yəni şəxsi fikrimi sorsa. Bir də məsuliyyət. Yəni nəyisə bilirəmsə bölüşməliyəm. Yəni bunu məsuliyyət adı altında deyə bilərəm ki, yəni bunu bölüşməliyəm. Yəni bu kimi məsləhətlər mənə hansısa bir həyatımın dövründə effektiv olubsa, mən də mümkün qədər özümdən yaşca balacalarda
bu hekayənin yazılmasında iştirak etməliyəm. Mənim üçün bu iki dəyərdir. Mənə mane olan bu sadəcə olaraq opportunity cost deyirlər də, zaman məsələsidir sadəcə olaraq ki, mən düşünürəm ki, bundan daha dəyərli zamanımı necə keçirərdim. Yenə müqayisə etsəm burada olmağım ən düzgünüdür. Çox sağ olun dostlar, təşəkkür edirəm vaxtınıza görə. Onda sizlərə bir xahişim və yaxud da tövsiyəm icazə verirsinizsə ki, çalışın bu dəyərləri düzgün müəyyən edəsiniz. Çox sağ olun, ümid edirəm faydalı oldu. İndi ənənəyə sadiq olaraq hədiyyələri təqdim edəcəyik. Dostlar, əslində hədiyyələr, yəni bu bir formal hissədir. Yəni buradan bir mesaj götürə bilərsiniz ki, o mesaj sizi həyatınızı çox dəyişə bilər və şərti olaraq deyirəm, heç bir halda bizim fərqimiz yoxdur. Amma siz burada hədiyyə verə bilərsiniz 3-5 ildən sonra. Yəni önəmli olan buradan götürdüyünüz mesajdır, əmin ola bilərsiniz. Hədiyyə bunun formal hissəsidir sadəcə. İcazənizlə o zaman Yüksəlişdən, AST TV kanalından və eyni zamanda çalışdığım müəssisədən müəyyən hədiyyələr var. Sizə zəhmət olmasa, bəli. Çox sağ olun. Sağ olun. Siz zəhmət olmasa. Çox sağ olun, minnətdaram. Sağ olun, sağ olun, sağ olun. Siz, xanım, siz zəhmət olmasa, bəli. Sağ olun, təşəkkür edirəm. Eyni zamanda bugün bizlərlə çalışdığım müəssisənin Sokarın könüllüləri var burada. Ona görə Sokardan olan hədiyyələri onlara vermədim. Siz zəhmət olmasa, xüsusən də piramidadakı qeydinizə görə ki, bəli, dəyərlər strategiyamızın bir parçasıdır. Çox sağ olun, minnətdaram, sağ olun, çox sağ olun. Və siz zəhmət olmasa. Çox sağ olun, sağ olun, uğurlar. Çox sağ olun. İcazənizlə də bir dənə selfie çəkək. Mənim üçün çox önəmli bir xatirə şəkli olacaq bu.